Canlı yayım zamanı Arzum göz yaşlarını saxlaya bilmədi. Qızı Naibənin ona yazdığı mesaj Arzumu kövrətdi. Mesajı oxuyan Arzum bildirib ki, ən çox yük Naibənin üstündədir. Çox kövrək olmuşam mən, özümdən asılı deyil, deyən Arzum yayım zamanı göz yaşlarına hakim ola bilmədi. Buyurun həmən anları birlikdə izləyək. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Darıxıraması için. Can, asmama sənə qurban olaraq. Anın ölsün ayağımın altında. Naibə yuxarıdan WhatsApp'dan yazır. Can, az onun ölsün sənin üçün. Eybi yox həyatım. Ən çox yük Naibədədir. Mən də sənin üçün darıxmışam. Öpürəm mama qurban. Əzazda çox sağ ol. Makyajım yayıldı. Yaxşı, ağlama. Xərçəng gücü. Kimdən? Pis olur baxı. Yəni, Naibə yazdı ona görə. Can WhatsApp'da yazırlar. Kövrək olmuşam. Özüm nasıl deyil qızlar. Gör. Yaxşı mama qutma, yaxşı. Yaxşısan? Yazmışdım qrupa. Can, Dilbər öpürəm. Naibə yuxarıdan yazır. Ağlama Dilbər, sən niyə ağlayırsan? Oradan. Xərçəng bürcü kövrəkdir. Biz beləyik də. Biz xərçənglər çox həssas olur. Həssas. Xərçəng bürcü bilirsiniz nədir? Xərçəng deyir ki, mənə candır, mən sənə aycan deyim. Xərçəng bürcü yedinci bürcüdür ki, bürcülərin içində ən çox ailəsinə bağlı olan bürcülərdən biridir. Xərçəng bürcü. Çox istiqanlı olurlar onlar, dəhşət istiqanlı olurlar. Sevəzinə bək sevirlər. Amma ona ki bir gün zərbə vura, xərçəng o dəqiqə sənə zərbəni vurmaz. Xərçəng gözləyər. Gözləyər üstündən vaxt keçsin ki, ona vurduğun zərbəni o sənə geri qaytarsın. Amma bir bizim minusumuz var ki, bu xərçənglər. Biz həmişə bağışlayan olmuşuq. Amma həmişə də ağzımıza, özüm üçün danışam, pox qoyublar. Bizi bıçaqlayırlar arxadan, gəlib can deyirlər, biz yenə bağışlayırlar. Bizi yenə saplayırlar belimizdən, yenə bağışlayırlar. Biz heç vaxt dərs almırıq. Çünki bizdə kin deyə bir şey yoxdur. Biz xərçənglər kin daşımırıq və ona görə də hər dəfədə yıxılırıq, qalxırıq, amma dərs almırıq. Biz belə bir bürcük. Amma bizə çönmə də. Çöndün, sevərək isə bək sevirik. Savaşırıq, amma bir gün elə dövrə gəlib çatır ki, vazgeçirik. Artıq o şeydən vazgeçirik ki, olmur, alınmır. Biz çox bək sevirik. İstəyir dostluqda, istəyir ətrafda, istəyir sevgidə. Qəşəng sevirik. Amma bizim sevgimizə gəl, biz istiqanlığı sevirik. Biz deyirik ki, bizə ilgi göstər. Biz sığal sevirik. Biz bir dənə güllə, tək güllə, Zarinam öpürəm, tək güllə xoşbəxt olan bürcüyük. Bizə pul önəmli deyil. Biz sevgi qayğı istəyirik. Biz şirin dil istəyirik. Biz belə bürcük. Amma onu bilin ki, həyatınızda bir xərçəng varsa, xərçəng bürcü. İstəyir qızı, istəyir oğlanı. Siz xoşbəxtsiz. İstəyir sevdikdə, istəyir dostluqda. Çünki xərçəng bürcü can yandıran bürcüdür. Allah haqqı. Amma biz heç vaxt yarmamışıq. Ümumiyyətcə xərçəng bürcüləri, necə deyim, xoşbəxtliyini, çox şeyini göstərməyi sevir. Göstərişi sevən bürcüdür. Biz sevirik, göstərik. Biz bəlkə it kimi sürünsəydi, amma biz özümüzü xoşbəxt göstəririk. Biz heç vaxt bizim öz zəifliyimizi sevmirik göstərməyi.
İstəmirik bizi zəif görsünlər. Mən iyun ayında. Məsələn, mən şir bücülərini də çox sevirəm. Şirləri də çox sevirəm. Şirlər də elədir. Özlərini güclü göstərməyi sevir. Dostluq qəşəng bacarır. Zarinam, haralardasan sən ürəyim? Onları, bir də balıq bürcüləri də sevirəm. Balıq bürcüləri də çox sevirəm. Buğa. Buğa qəşəng bürcüdür. Qız bürcü mənim mamam. Qız bürcüləri belə deyək də istiqamlı olur. Amma özlərindən başqa heç kimi sevmir. Onlar özü. Həmişə özlərinə üstün qoyan bürcüdür. Hə. Hamı ilə yola gedən əslində bürcüdür, amma tutmadısa tutmur, yaxın buraxmır. Yəni özünə hər adamı yaxın buraxmayan bürcüdür qız bürcü. Əkizləri sevmirəm mən. Mən əkizlərin bürcüləri ilə yola getmirəm. Mənim qızım da əkizdə ortancı, çox çətin bürcüdür. Nə anlamda sevmirəm? Çətin. Amma mənim ətrafımda bir xanım var, əkizdir də. Ay bala, hələ bir heç əkiz bürcü deyil. O qədər istiqamlı, o qədər yəni paxıllıq, qurtluq deyə bir şey yoxdur. Amma nə bilim. Əkizlər çətin bürcüdür. Mənim qızım da əkizdə Elizabet. Çox çətin. Mən onun xəssiyyətini tuta bilmirəm. Gah elədir, gah belədir, gah elədir, gah belədir. Hər adamı yaxın buraxmırlar özlərinə. Amma istiqamlı, ürəyi təmiz olurlar. Əkizlərin ürəkləri təmiz olur. Ürəkləri təmiz olur əkizlərin, amma çətin bürcüdür. Dostluqlarda zətdə çox qısqancdılar, dostluqlarını paylaşa bilmirlər. Nə sevgidə, nə dostluqda paylaşa bilmirlər. Mən astroloqam, mən nə bilim, deyirəm ətrafını. Su bürcüləri vəbşə qəşəng bir-birlərinə yola gedir. Bax, əqrəbdir, xərçəngdir, balıqdır. Bunlar çox qəşəng yola gedir. İldə çox rol oynayırıq. Məsələn, mən at iliyim. Bu il mənim ilimdə. Ay bala, hələ bir heç bu il mənim ilimdə deyilmiş. İl girdi, mən batdım. Valla. Amma sizə bir dənə söz deyim. Allah nənəmə rəhmət eləsin, anamın nənəsinə də, almaqama. Doğrudan da o vaxt nə var idi? O nənələrdən var idi. Nənəm demişdi ki, ətraf bax, onu mən neçə dəfə demişəm, amma davamını gətirəcəm. Nənəm demişdi ki, sənin üstüvə ağlayan insanlardan uzaq dur. Sənə dərdini, problemini danışan, ağlayan insanlardan uzaq dur. Olsa belə yoxum deyən, zarayan insanlardan uzaq dur. Səni çöktürəcək. Mənim ətrafımda elə insan var idi. Doğrudan da məni çöktürdü. O qədər üstümə ağladı. O qədər üstümə ağladı. Konkret çöktüm də mən. Hər cürəyə, həm maddəvi, həm mənəvi çöktüm. Allah haqqı. İndi uzaqlaşmışam. Görürəm, yavaş-yavaş özümə gəlirəm. Allah nənəmə, almaqama min rəhmət eləsin. Valla doğrudan da o sözdə söz var imiş. Mən heç vaxt belə olmamışdım. Mən heç vaxt belə düşməmişdim. Nə qədər ağladı üstümə. Hamının dərdi var. Valla mənim dərdimdən problem hamında yoxdur. Amma çalışıram özümü güclü göstərim. İndi M-nı deyirsiniz. M-nın adamın indi Allahı var da. M ağır tökən, indi mənə nə qədər zərbə vursa da, indi adamın Allahı var, adam Allahla danışar. M yanımda olanda mənim işlərim, reklamlarım çox qəşəngdir. Yəni ayağı yüngüldür. Adam geri düzə düz danışar, haqqına danışar. O qızın ayağı yüngül idi. Mən necə haqqına girim? İndi mənə nə qədər zərbəni vurmuş olsa da, amma o qızın ayağı yüngül idi. Mənə düşürdü. Çox yüngül idi. Vallahi işlərim su kimi gedirdi. Çörəyə çörək demirdim. İndi adam geri düz danışar da. Yəni ayağı yüngül idi. Ağırlıq tökən insan deyil idi. Yolunu demirəm. Ya o insan tanımırsınız siz. O hansı ki ağırlıq çökəni deyirsiniz. O sosial şəbəkə adamı deyil. Amma burada yazmışsınız mı? Yəni adam haqqla danışar da. O qız mənim yanımda olanda mən necə deyim, əli yüngül idi. Çörəyə çörək demirdim. Yəni nəfsi ağır deyil. Ya sosial şəbəkə adamı deyil, siz deyirsiniz. Hə.
Ona görə ətrafınızda insan tutanda baxın kimə sizə düşür, düşmür. Doğrudan elədir. Deyirəm, o burada lızı yazırsınız. Onlar sosial şəbəkə adamıdır, onları demirəm. Həyatımda qız var idi bir rəfiqəm. O qədər ağlayırdı. Nəfsini tökürdü ki, mənim bu problem var, o problem var, o problem var, o problem var, o problem var, bu problem var. Ay bacı, mən çöktüm. İnsan olaraq yaxşı insan deyib, prosta enerji söhbəti var. Yox, o yox, ay Allah, da deyirəm, sosial şəbəkə adamı deyil. Bir söz deyə bilmirəm bunların əlindən. Hə, yəni onu deyirəm ki, enerji çox önəmlidir. Çalışın sizin enerjisini yüksək tutan adamlarla yaxınlıq edin. Bir də üstünüzə dərd ağlamayan. Bax, mən indi evdən bayıra çıxacağam. Mən nə bu söhbət haqqında, nə şey haqqında, heç nə danışmıram. Heç nə. Mən sizə girirəm, siz yazırsınız, sizə cavab verirəm. Heç nə. Hələ belə heç bir şey yoxdur. Superəm. Həyatda ən xoşbəxt insanım. Çatdın, sən düşün. Sobum var, hə, aşağı funksiya. Orada hava deyəndə ki, Bakıdayam. Bakıda bugün hava pisdir. Deniz gedib, hə. Xanım, Deniz gedib, bəli. O da gedib. Niyə belə yatıb? Kipri yapışdırmadı qızlar. Tezliklə qovuşasın ailəni, təşəkkür edirəm. Linza Bakudan qızlar. Qaşlarımı necə çəkirəm? Mama. Naibə gözəldir. Can, çox sağ ol. Getsən daha gəlməzsən. Niyə gəlməyim ki? Mənim ana vətənimdir. İnsan heç vətənindən keçər. Nöş gəlməyim. Mən özümdən keçərəm, vətənimdən keçmərəm. Mənim köküm deyə bura. Bura mənim qanımdır. Nə danışırsan sən? Razı yaxşı. Bu həmişə belə olub. Bugün belə deyil, Mən 25 ildə Almanyada yaşayıram. Bir dəfə ağzımdan vətənimə qarşı bir söz eşitmisiniz? Nə olsun, indi başımda bir problem var. O demək deyil ki, mən vətənimdən keçməliyəm. Getdin vətənə qayıtma, o nə deməkdir? İnsan kökündən keçə bilər. Mənim doğulduğum yer budur. Mən buradan çıxmışam. Vətənimdən keçdimsə, ona görə atamdan, anamdan da keçim. Mən sizin üçün vətən xainlərindən deyiləm, olmayacağım da heç vaxt. Gedib 4 rişotka arxasına da girsəm, mən heç vaxt vətənimdən keçmərəm. Yəni, bu belə olub, belə də qalacaq. Siz nə qədər, bu 25 ildə, qoysam sosial şəbəkədə 8 ildir varam. Məni tanıyan, gəlin sizə sual verim. Neçə ildir məni tanıyırsınız? Kim neçə ildir? Mən 8 ildir sosial şəbəkədəyəm də, Instagramdan tanınmışam. Sual verirəm sizə. Aysə 2018-dən. Necə olmuşam həmişə mən? Mən həmişə buranı təmsil eləmişəm, eləyəcəyəm də. Hər yerin minusları var. Mənim mamam, papam gilə elə böyütməyib. İnsanın qanından gələn bir şeydir.
3 ildir, 2 ildir. Tanıyanlar deyə 3 ildir. 2018-dən bu köhnə izləyicilərimdir. 9 ildir. Hə, sən o vaxt Instagram baxdın. Sən mənim ürəyimsən. 3 ildir, 6 ildir. Görsən 8 il, 5 il. Mən bilsiz ən çox hansı video ilə tanındım? Denizin Afrikadan TikTok'da gedir söhbət. Denizin Afrikadan Instagramda tanınırdım. Amma lap partlayışım Denizin Afrikadan gəlmə videosu. Mən üstünə qaçanda, bir də ki uşaqları Elizabetin atasının üstünə veliklə qaçmaq bax ondan. Hə, qaçdın üstünə, hə. Ay isə 2021-də. Ay ölənlər və rəhmət. Onda mən TikTok'da şey elədim. Bu hadisə ilə bağlı xəbər saytlarda kommentləri oxuyuram. Orada indi bayağı bir var elə kommentlər. Qızlar var ki, yazır ki, valla mən Arzunu sevmirəm, Arzunu bəyənmirəm, amma adam haqqına haqq danışar, qızlıq bir şey yoxdur. Elə nə qədər komment var Instagramda. Yəni elə qızlar belə var. Var ki, mən bunu sevməsəm də, amma adam haqqına danışar. Öpürəm onlar da. Məni bibilər öldürüb. Dünən bir dənə bibi yazmışdı mənə ağlayaqlar. Sonra qurban olaram. Hələ bil öz qızlarıyam. Öz elə içdən yazırlar. Bibilər bilsən nədir? Sesim batıb, sonra oxuyum. Ay ürəyim, baxırsan sən harda qaldın? Əslində başqa videolar da var. Prosta vaxt gəldiyində onları da paylaşacağım. Videonun bu bursu üzü də var. Prosta onlar hələ təqdim olunmayıb deyə məhkəmədə onları göstərə bilmərəm.